deməli, yağ azalma problemi olan Hyundai Elantra'dır. 1.8 Dodge motor. Hamı bilir ki, bunlarda xəstəlikdir. Yağ azalmadır, səsli işləmək səbəbidir. 180 mində, 200 mində bu problemlər artıq başlayır. O motoru yığmışıq. İşləməyinə baxım, saat kimi sıfırdan yığılıb və ən əsas məsələ bu krişkanı tullamaq məsələsi. O kompres məsələ. Görürsünüz? Çəksən bu oturdu yerinə 1 qram da olsun. Motorda kompres yoxdur. Nəyin sayəsində? Motor söküldüyü halda qanuni şəkildə yığılmalıdır. Bütün ölçüləri, zazoraları hamısı yerində olmalıdır, zavod şəklində. Ki, rahatçılıqla yenə 180-200 min sürəsən. 30 mindən sonra bu problemlər yenə başlamasın. Gətir bir dənə bunun Porsche'nin, bu maşının üstündən çıxan Porsche'nin. Yağ qoysası görün nə gündədir. Bu maşın təbii ki, yağ azaltması da olacaq. Görürsünüz, səsli işləmə səbəbi də olacaq. Porsche'nin ətəyi yığılır, ölçüdən düşür. Bəzən Gilizdə boşluq olur, bəzən də Porsche'ndə boşluq olur. Amma 90% hallarda ikisində də boşluq olduğuna görə biz Porsche'ni də dəyişirik, Gilizlər də dəyişirik. Yəni 90% motorlarda Giliz də dəyişilir, Porsche'ni də dəyişilir. Və nə cür iş görülür? Motoru yığılmağı. Bu motor söküldüsə, əgər Porsche'nin səsi ilə, yağ azalma ilə sökülübsə, mütləq şəkildə gedir peçə, motor bircə-bircə sökülür, bütün detalları. Gedir peşdə təmizlənir və sonra nə edirik? Gilizlərin ölçürük, valın boşluğunu ölçürük. Nə lazımdır? Bütün detalları düzəlir. Giliz vırılır 4 dənə. Porsche'lər orijinal Hyundai ilə dəyişilir. Koysalar dəyişilir. Qladışları dəyişilir. Qalovka işlənir. Qalovkanın üzü, klapanları, bütün salnik sistemi dəyişilir. Və sıfırdan yığılır ki, dediyim kimi, yenə də rahatçılıqla 150-200 min, 300 min. Yəni, indi qulluqdan asılıdır, sürəsiz. Yəni, bu cür yığılanda da ideal şəkildə işləyir. Və əsas məsələ nədir? Bu işi vaxtında gördürməyəndə Porsche'nin ətəyinin suruşkaları hamısı gedir, kladışları sıradan çıxardır. Sabah val da vursaq, əlavə xərcini çıxacaq. 600-700 manat, 1000 manat əlavə xərc çıxır. Onun üçün vaxtında çalışın. Bəzən elə olub ki, Porsche'ni tutub şaton blok olub motor, heç yaramayıb. Gedib məzbur təzə motor alıb və ya işləmiş motor alır. İşləmiş motorda özün bilsən, heç kim bilmi olmur nə vəziyyətdədir. Əlaqə nömrə səhifədə vardır. Girib yorum yazsınız orada, sual verirsiniz. Mən də hər dəfə yorumlara baxamıram. Ünvanımız da Babəkdə Medikal Hospitaldan 100 metr yuxarıda Razvortun yanındadır, Air Motors. Bağlan.